Değerli şagirdlər, gəlin biz paralelipipedə aid suala baxaq. Əslində paralelipiped prizma gedir də. Deyir oturacağın tərəfləri 4 və 6 cm-dir. Bura 4, bura 6 cm olsun və bu tərəflər 30 dərəcə bucaq əmələ gətirir. Yəni bu hissə iki tərəf arasında qalan bucaq 30 dərəcəli bucaqdır. Yan tili 5 cm-dir. Yan til yəni hündürlük deməkdir. Hündürlük 5 cm-dirsə, həcmini tapın. Biz bilirik ki, prizmanın həcmi V bərabərdir. S oturacaq, vurulsun H deməkdir. Yəni bu paralelipiped prizma gedir ona görə. İndi baxın H-ımız 5-dir. Yan til 5-dir. Yəni indi S oturacaq. S oturacaq bərabərdir. Oturacağı paraleloqramdır. Paraleloqramın sahəsi nədir? İki tərəfi onlar arasında qalan bucağın sinusun hasili. 4 vurulsun 6 vurulsun sinus 30 dərəcə. Bərabərdir. 4 vurulsun 6, sinus 30 dərəcədə alır 2-də 1. Bu da olacaq 12. İndi həcmini tapaq. V bərabərdir. S oturacaq, yəni 12 vurulsun hündürlük də 5-dir. Bərabərdir 60 santimetrin kubu. Kub santimetr. Cavab 60 kub santimetr olacaq.